Salam hörmətli tamaşaçılar, gündəmin növbəti buraxılışı efirdədir. Studiyamızın bugünkü qonağı siyasi elmləri doktoru Cümşüd Nuriyevdir. Cümşüd müəllim, xoş gəlmisiniz. Xoş görürsünüz. Sərvət tamaşaçıları salamlayıram. Cümşüd müəllim, ilk sualımız Sarkisyanla bağlıdır. Bildiyiniz kimi Sarkisyan 3 günlük Dağlıq Qarabağ səfərindən sonra Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi açıqlamasında Dağlıq Qarabağ əhalisini və ordusunu hazır olmağı çağırıb. Sarkisyanın səfərini və bu təşviş dolu açıqlamasına nə ilə izah etmək olar? Aprel döyüşlərindən sonra bu Sarkisyanın mən səhv eləmirəmsə 3-cü səfəridir Dağlıq Qarabağa və hər dəfə də qayıdandan sonra bir sərsəm bəyanat verir. Bu dəfə qayıdandan sonra Xankəndindən verdiyi bəyanat odur ki, Dağlıq bütün danışıqlar bitdi və Dağlıq Qarabağ bir mənalı şəkildə müharibəyə hazırlaşmalıdır. Əslində, bu, bilirsiniz, adətən zəif insanlar daha çox qorxularından bəyanatlar verirlər. Ermənistan özü çox bir pis vəziyyətdədir. Əvvəl iqtisadi cəhətdən Ermənistan çökür. Demək olar ki, hər həftə Ermənistan dramı 2-3% ucuzlaşır. Ermənistan iqtisadiyyatının, yəni Ermənistanda təkcə stagnasiya, yəni Ermənistana iqtisadi durğunluq deyil, eyni zamanda geriləmə ilə bərabər inflyasiya yüksək olduğuna stagflyasiya gedir, çox sürətlə. Bundan başqa Ermənistan hərbi cəhətdən də problemləri var. Çünki bunlar aprel döyüşlərindən sonra əgər Ermənistan ordusu bu qədər güclü idisə, elə Sarkisyana sual verilməlidir ki, nədən Müdafiə Naziri, Baş Qərargah rəisi, istehkamlar üzrə müavin vəzifəsindən kənarlaşdırıldı və yeni adamlar gətirildi. Bütün bunların arxasında Serj Sarkisyanın artıq danışıqlar stolunda, masasında oturub söz demək gücü olmadığına dəlalət eləyir. Çünki bunun İrəvandan Xankəndinə səfəri ilə bağlı həm də Ermənistanın eyni zamanda Dağlıq Qarabağın generalı Tertadevosyan hətta bir qədər də irəli gedib ki, biz düzdür, müharibə, biz hazır olarıq, bizim gənclərimiz gedəcək, amma Azərbaycan dövlətini itirəcək, yəni dövlətçiliyi əldən gedəcək. Bu, bilirsiniz, adama deyərlər ki, yəni, bu qədər güclü ordunuz var idisə, niyə hələ indiyə qədər Talışı geri ala bilmədiniz? İkincisi, hələ biraz da bu səyaqlayır, sərsəmləyir, deyir ki, biz İskəndəri gətirib burada qoyaq, yəni İskəndər raketlərin gətirib burada yerləşdirmək, siz onu kreditlə götürmüşsünüz bir. İkincisi, Rusiya onu tamam ayrı bir məqsəd üçün gətirib, siz Rusiya ilə müqavilə bağlamışsınız 47-ci ilə qədər və bu müddət ərzində də sizin Rusiyanın öz silahlarının harada yerləşdirməsindən qarışa bilməsi. Yəni, ümumiyyətlə elə Ermənistan siyasətçiləri deyir ki, artıq Ermənistan bir dövlət deyil, Rusiyanın əyalətinə çevrilib. Həm də nəzərə alsaq Ermənistanın daxilindəki gərginliklə bərabər növbəti seçkilərdə Sarkisyan iştirak eləməyəcək. Yəni, bunlar artıq həm Ter-Petrosyan, həm Koçaryan bilavasitə daxili seçkilərdən daha çox parlament seçkilərinə gedir. Yəni, prezident seçkiləri bir mənalı şəkildə kənarda qalır. Yəni, bu deməkdir ki, Sarkisyan bu müddət ərzində çalışır ki, parlament seçkilərinə qədər də bir növ özünü hələli siyasi arenada saxlasın və Azərbaycana xox gəlməklə bunu gündəmə gətirmək istəyir. Amma Sarkisyan bir şey anlamır ki, Ermənistan bütün əhalisi qədər bizim ancaq silah altına girə bilən gənclərimiz var. Yəni, bunu dərk eləməlidir. Onu dərk elədiklərinə görə belə şeylər var. Mən üzr istəyirəm tamaşaçılar, həmişə qorxaq it ulduza hürür. Yəni, ondan başqa bir şey buna ad vermək olmur. Cümşüd müəllim, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bəzi daxili qüvvələr, eləcə də xarici ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Yəni, belə deyək də, daha çox narahatçılıq yaradıb. Sizcə, bu səfərdən niyə onlar narahat olub? Bunun əsas səbəbi nədir? Burada əsas hakü salan, yəni bizim qonşu dövlət İrandır və bir də onun züy tutanı Ermənistandır. Baxın, bugün Netanyahunun Azərbaycana səfəri başı 2 günlük səfəri, buradan sonra Qazaxıstana gedəcək. Əvvəl Azərbaycan dövləti 25 ildə müstəqil siyasət yürüdür, başqalarına fərqli olaraq. İkincisi, Azərbaycan prezidenti beynəlxalq məsələlər üzrə peşəkar
Yəni sənətidir bunun, ilk sənətidir bunun, özəl sənətidir və bu adam artıq MDB məkanıdır, yaxın Orta Şərq və eyni zamanda Şərqi Avropa ölkələri üçün yeganə diplomat prezidentdir. Bu sahədə ixtisaslaşmış bir insandır. Yəni bu həm dünya siyasətini gözəl bilir, həm daxili siyasəti gözəl bilir. Üçüncüsü, Azərbaycanın öz dövlət maraqları var. İsrail bizə ona görə həmişə müsbət yanaşır ki, 100 illər ərzində Azərbaycan arasında yaşayan Yahudilərə Azərbaycanın çox gözəl bir münasibəti var. Bu həm İslamdan bizə gələn bir necə deyirlər, ənənədir və eyni zamanda bizim Allahın yaratdığı hər kəsə olan sevgimizdən doğan bir şeydir. Və Azərbaycanın İsraillə iqtisadi, siyasi, hərbi, mədəni sahədə çox ciddi əlaqələri var. İsraildə müasir texnologiya var. Həm aqrar sahənin inkişafı, çünki Azərbaycan qeyri-neft sektorunu inkişaf elətdirmək istəyir. İsrailin müasir hərbi texnologiyası var. Azərbaycan ərazisi işğal altında olan bir dövlət kimi özünün müdafiə qabiliyyətini gücləndirməlidir. Bundan başqa İsrail Azərbaycanın həmişə haqq işini dəstəkləyib, həm də dünya informasiya sistemində İsrail Yahudi lobbisinin böyük rolu var. Yəni Azərbaycan informasiya blokadasını yaranda İsrail həmişə bizim yanımızda olub. Ona görə də biz bu şəkildə qalıb. Qaldı ki, İran, nədən İran həmin Netanyahunun Bakıya bugünkü səfərinin eyni zamanda bütün Ermənistanın katolikosu 1-ci Aram Tehrana gedir. Yəni, nə vaxtdan 200 min 80 milyon əhalisi olan bir ölkənin içərisində 200 minlik erməni nə vaxtdan din və siyasət və eyni zamanda zorakılıq, din və zorakılıq statusunda çıxış eləyən bir Ermənistan dövləti olub. Ən böyük zorakı dövlət ozudur. Biz nə vaxt dövlət səviyyəsində, yaxud da dövlət məmuru səviyyəsində biz bunu gündəmə gətirmişik ki, Ermənistanla İran Mehridə yeni azad iqtisadi zona yaradır. Halbuki Azərbaycan dəfələrlə bunu gündəmə gətirib ki, biz istəyirik Culfada, Naxçıvanda azad iqtisadi zona olsun, Astrada azad iqtisadi zona olsun, bir dənə Biləsuvarda ancaq həftə aşırı, həftə bazarları deyilən bir sərbəst bazar var. Bizim İranla hər hansı bir problemimiz yoxdur. Xəzərlə də bağlı problemi bizə İran yaradır. Ermənistan dəstəkləklə bizə problem yaradır. Amma İran bir şey başa düşməlidir ki, Amerikanın irəli sürdüyü proqramda, planda, yəni bunun bir siyasi əsası var. Bizi nədə ittiham edirlər? Amerikanın qəbul elədiyi 2025-ci ilə qədər proqramda, yəni 1997-ci ildə qəbul olunub, indi amma onu artıq açıqlayıblar. 5 yeni dövlət yaradılır. Bu da İranı parçalamağın hesabınadır. Onlardan da biri Şimalla Cənubi Azərbaycanın birləşdirilməsi Urmiyə qədər bir 35-40 milyonluq Azərbaycan dövlətini yaratmaq planıdır. Bu Azərbaycanın planı deyil. Azərbaycan bu işin içində yoxdur. İran bu qədər güclü dövlətsə bu məsələni yesin Amerika ilə həll eləsin. Bu bizim problemimiz deyil. Yəni, bunlar bir növ, bilirsiniz, o qədər xurafata qapalıblar ki, şiəliyin çox olduğu bir ölkə, bir başqa müsəlman şiə dövlətini Qriqoriyan bir xristiyan dövlətinə maraqlarına satır. Nədən biz bunların dediyini oturtdurmalıyıq? Yəni, bu sırf siyasi qısqanclıqdan doğan bir şeydir və eyni zamanda bunlar elə fikirləşirlər ki, Azərbaycan İranın cibində olmalıdır. Bunlar nə desə biz, necə deyil, oynadılan kuklalar kimi bunların siyasi iradəsini yerinə yetirməlidir. Azərbaycan öz maraqlarını xidmət edən bir dövlətdir və bunu dərk eləməlidirlər. Aydın. Cürşüd bəy, siz də qeyd etdiniz ki, Azərbaycan və İsrail arasında həmişə yaxşı isti münasibətlər olub və bu Azərbaycanda yaşayan yahudilərə bizim nümayiş etdirdiyimiz dəyərlərdən də görünür. Mən sadəcə onu soruşmaq istəyirəm. İsrail-Azərbaycan münasibətlərinin daha da yaxınlaşması və İsrail hökumətinin başçısının Azərbaycana səfərindən biz nə qazanırıq, hansı dividendlər gətirəcək ölkəyə? Əvvəla deyim ki, İsrail-Azərbaycan münasibətlərinin əsası Ümummilli lider Heydər Əliyevin vaxtında qoyulub. Birinci dəfə, hələ onda Kənd Təsərrüfat Nazirinin müavini kimi
cənab prezidentin tapşırığı ilə İsrailin Maşaf şirkəti ilə biz əlaqəyə girdik. Azərbaycanda aqrar islahatlara başlamaq üçün İsrail təcrübəsindən yararlanmaq məsələsi gündəmə gəldi və o münasibətlər sonradan istiləşdi. Yəni bunun əsasını Heydər Əliyev qoyub və bu gündə həmin siyasəti cənab prezident davam elətdirir. İkincisi, İsraildə aqrar sektor çox yaxşı inkişaf eləyib. Yəni dağlıq bir şəraitdə, susuz bir şəraitdə İsraildə olan aqrotexnika, aqrotexnologiya Azərbaycana çox lazımdır. Yəni bu sahədə biz onlarla kifayət qədər yaxşı münasibətlər qurmuşuq və bu davam eləyəcək. Bundan başqa Azərbaycanın ixrac yönümlü bazar iqtisadiyyatındadır. Yəni Azərbaycanın nefti İsrailə də ixrac olunur və gələcəkdə qazın da ixrac olunması məsələsi gündəmdədir. Yəni bu Azərbaycanın həm də xarici ticarət partnyorudur. Eyni zamanda İsrail uzun müddət müharibə aparan bir dövlət kimi bu sahədə təcrübələri var. Azərbaycan ondan yararlanır, özünün müdafiə qabiliyyətini artırmaq üçün. Həm də ki, İsrail bütünlüklə Yahudi dövləti deyil. Burada 4 milyona yaxın, yəni İsrail arasının 25% təmiz müsəlmandır. Biz nədən müsəlman əhalisi olan bir dövlətlə münasibətlərimizə kölgə salmalıyıq. Yəni Azərbaycanın əgər burada maraqları varsa 50% İsrailin Azərbaycanda maraqları var. Yəni bizim maraqlarımız bərabər hüquqlu, bərabər səviyyəli və qarşılıqlı hörmətli olan bir xarici əlaqədir. Buna görə də bizim İsraillə əlaqələrimizə heç kəs kölgə sala bilməz. Zülfü, son sualım Türkiyə ilə bağlıdır. Mümkünsə qısa cavab verin. Türkiyə bir qardaş ölkə olaraq, eyni zamanda qonşu ölkə olaraq, yəni orada baş verənlər də bizi narahat etməyə bilməz. Mən sizin də fikrinizi bilmək istəyərdim. Türkiyədə nələr baş verir və bu baş verənlərin arxasında hansı qüvvələr dayanır? Türkiyə fikir verdinizsə, Binəli Yıldırımın Moskva səfərindən bir gün sonra bu hadisələr baş verdi və Moskvada bəyan olunanda ki, Türkiyə Qarabağ məsələsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olmasını istəyir. Bir gün sonra bu hadisə baş verdi və bunun PKK həyata keçirdəcəyini əvvəlcəndə də demişdi. Onlar düzdür bunu azadlıq şahinləri qolunun üstünə atır. PKK-nı 84-cü ildə Asala yaradıb və bunun arxasında erməni dəstək xətti olması bir mənalıdır. Və bunlar bir şey səhv eləyirlər. Bilirsiniz, terror bütün dünyada heç bir dövlət terrordan sığortalanmayıb. Amma terror xırda dövlətləri qorxuzmağa xidmət edən bir şeydir. 600 illik imperiya tarixi olan bir dövləti bu cür terrorla yenəcəklərsə, bunlar böyük səhv eləyirlər. 85-ci ildən bəri Türkiyədə terror baş verir və bu 35 ildən, yəni 31 il ərzində daha doğrusu Türkiyə hələ ki heç bir ciddi dəyişiklik yoxdur. Nə xarici siyasətində, nə PKK qarşı mövqeyində, nə digər məsələlərdə. Bütün bunların arxasında yəni erməni ilə bərabər hal-hazırda həm də Ərdoğanın dollarla bağlı yürütdüyü siyasət var. Çünki Ərdoğan bir mənalı şəkildə artıq milli ödəniş sisteminə keçmək istəyir və dollardan imtina edir. Bu addımı atanda Ərdoğan bilirdi ki, ona qarşı bu addımlar ola bilər. Bunu düşünərək atıb, yəni kimsə bunu eləməlidir. Rusiya bu addımı atdı, ona qarşı atdılar. Çin atır. Yəni, Türkiyədə hal-hazırda bütün hallarda yəni biz buradan həm onlara baş sağlığı veririk, həm də bir Türk dünyasının lideri kimi onlara deyirik ki, biz də sizin yanınızdayıq. Belə şeylərdən ancaq deyə bilərik ki, başın sağ olsun Türkiyə, Azərbaycan həmişə sənin yanındadır və bununla fikirləşirlər ki, ya Türkiyəni çəkindirəcəklər. Türkiyə heç vaxt Qarabağ məsələsinə görə, ümumiyyətlə heç bir məsələ görə Azərbaycanı kənara qoymayacaq, Azərbaycanın yanındadır. Necə deyərlər, 11 lideri dediyimiz kimi, Allah rəhmət eləsin, yenicə anım günün biz yola salmışıq. Biz bir millət, iki dövləti, qardaş qardaşa, yəni həmişə bir yerdə olmalıdır, bir yerdə də olacaq. Bu tip şeylər əgər fikirləşirlərsə ki, nəyəsə nail ola biləcəklər, çox böyük səhv edirlər. Zülfü, biz sizə təşəkkür edirik. Çox sağ olun, studiyamıza gəldiniz, suallarımızı cavablandırdınız. Hörmətli tamaşaçılar, bir də xatırladıram ki, studiyamızın bugünkü qonağı siyasi elmlər doktoru Cümşid Nuriyev idi. Sağ olun, salamat qalın.